Karpal tunnel sindromu nevroloqun yanına gələn xəstələr arasında çox rast gəlinir. Qollarda, xüsusilə də biləkdən aşağı birinci, ikinci, üçüncü və dördüncü barmağında qismən keyməsi ilə özünü göstərir. Əsas da xəstələrdə səhərə yaxın və yaxud da ki, iş gördükdən sonra belə bir hisslər yaranır. Bu göynədici, sıxıcı ağrılar olur və bəzən də dirsəyə qədər, bəzən də boyuna qədər bu ağrılar gedib çıxa bilirlər. Karpal tunnel sindromunun əsas diaqnostikasını elektromioqrafiya müayinəsi ilə edirik və onun bu müayinə nəticəsində dərəcələri aşkar olunur. Əgər yüngül dərəcədirsə, birinci dərəcədirsə, xəstələrdə çox vaxtı bu qeyd elədiyim kimi ağrılar olur. Əsas göynəmə hissi, keymə hissi olur və səhərə yaxın və bunun da müalicəsi əsas yerli inyeksiyalarla olur. Müəyyən bir dərman vasitələrini yeritməklə olur. Əgər ikinci dərəcədirsə artıq yenə də müalicə üsulu dərmanlarla və həmçində yerli orada da inyeksiyalar olur, blokadalar olunur. Üçüncü dərəcədə artıq cərrahın konsultasiyası məsləhət görülür. Və buna görə də əgər sizdə əlinizdə keymə, ağrılar varsa, səhərə yaxın davam eləyən, üzə çıxan, xüsusilə də sizi səhər yuxudan oyadan belə bir keymələr varsa, vaxt itirmədən nevroloqa müraciət etməyiniz məsləhət görülür.